Hər bir təqdimat üzərində mətin, şəkil və qrafik yerləşdirilmiş slaydlar ardıcıllığından ibarətdir. Avtoməzmun ustasının köməyi ilə təqdimat yaradarkən PowerPoint proqramı özü lazım olan məlumatı istifadəçidən tələb edir. Gəlin, tərtib edəcəyimiz təqdimatın strukturunu yaradaq. PowerPoint-un dialoq pəncərəsində Avtoməzmun ustası Auto Content Wizard sətrini seçin və OK düyməsini basın. Açılan birinci səhifədə irəli Next düyməsini basın. Avtoməzmun ustası kifayət qədər təqdimat maketi təklif edir. Buradakı siyahıdan aşağıdakı mövzularda təqdimatlar seçmək olar. Ümumi məsələlər üzrə mühazirələr, xidməti məsələlər üzrə mühazirələr, layihələr, ticarət hesabatları və Carnegie sayağı məsləhətlər. Təklif olunan təqdimatların hamısının siyahısını, hamısı All düyməsini basmaqla görmək olar. Bu siyahıdan istədiyiniz maketi seçin. Məsələn, satış planını seçin və irəli Next düyməsini basın. Açılan növbəti pəncərədə təqdimatın üslubunu seçin. Burada 5 variant var. Ekranda təqdimat, On-Screen Presentation, internetdə təqdimat, Web Presentation, ağ-qara təqdimat, Black and White Overheads, rəngli təqdimat, Color Overheads, 35 mm slaydlar. Ekranda təqdimat, On-Screen Presentation sətrini seçin, irəli Next düyməsini basın. Təqdimatın parametrləri pəncərəsində təqdimatın başlığı, Presentation Title sahəsində satış planı mətnini yazın. Aşağı kolon titul Foto sahəsində Perspektiv plan mətnini yazın. Bu mətin hər bir slaydın aşağısında yazılacaq. Son dəyişmə tarixi, Data Last Update və slaydın sayı, Slide Number, sətirlərinin nişanlarını dəyişməyin ki, təqdimatın hər bir slaydında tarix və slaydın sayı yazılsın. İrəli Next düyməsini basın. Sonuncu pəncərədə Son, Finish düyməsini basın. Nəticədə ekranda strukturu göstərilən yeni təqdimat yaradılır. Avtoməzmun ustası tərəfindən yaradılmış struktur əsasında öz mühazirənizi qura bilərsiniz. Bunun üçün sadəcə olaraq başlıqları dəyişib, təqdimatın sahələrini konkret informasiya ilə əvəz etmək lazımdır. Yeri gəldikdə yeni şəkil və diaqramlar da əlavə etmək olar. Təqdimatı bağlayın. Faylın yadda saxlanılması haqqında suala hə, yes cavabı verin və faylı satış planı adı altında yadda saxlayın.